Bildiyiniz kimi elə Məhərrəm ayındayıq. İnşallah bugünkü cümə xütbəmiz fədakarlıq haqqında olacaq. Bu günləri cəmiyyətimizə fikir verəndə, insanlara, yaradılışa fikir verəndə görürsən əhalinin, cəmiyyətin 99% məqsədi nədir? Hamı birindən nəsə almaq istəyir. Hamının məqsəd budur da, açıq danışaq. Hamı istəyir ki, mənə nəsə eləsinlər. Mənim üçün bir iş görsünlər. Özü eləmək istəyən azdır. Görürsən, hamı istəyir ki, mənə hörmət qoysunlar. Mənə sevgi bəsləsinlər. Amma özü hörmət qoyan, özü sevgi bəsləyən azdır. Bir sözlə, hər kəs özü üçün başqalarından fədakarlıq gözləyir. Amma görürsən, özü fədakarlıq etməsindən bugün çox azdır. Cəmiyyətdə belə insanlar sayla saylası qədərdir. Ki, özü fədakarlıq eləsin. Özümüz eləmirik, amma qarşılıq istəyirik. Mən eləmirəm, mənə eləsinlər. Belə bir şey yoxdur. Allahın sevdiyi bəndəsi kimdir? Allah o bəndəni sevir ki, o insan Allahın yaratdığına nəsə eləsin. Allahın yaratdığı başqa insanlar ki, yoxdur, onu özündən üstün tutsun. Allah belə bəndəyə aşiqdir. Bakın, Quran-ı Kərim ayəsini oxuyuram. Həşr surəsinin 9-cu ayəsində Allah buyurur. Deyir, onlar özləri ehtiyac içində olsalar belə. Özümün ehtiyacı var. Deyir, onlar özləri ehtiyac içində olsalar belə, başqalarını özlərindən üstün tuturlar. Dəyəri başqasına verirlər, daim başqasını fikirləşirlər. Sonra Allah buyurur. Kim nəfsinin xəsisliyindən qorunarsa, elə həmən şəxslərdir ki, əsl nicat tapırlar. Əsl nicat Allah deyir, onlar üçündür. İnsan deyir, gərək öz rahatlığını bəzən qurban verməyi bacarmalıdır. Allahın yaratdığına görə. Başqasının rahatlığını düşünməlidir. Başqasının rahatlığına görə bəzən deyir, insan öz rahatlığından keçməlidir. Bizim cəmiyyətin ən böyük problemi də ona görə demək olar, hər gün buna toxunuram. Görürsən, bugünün cəmiyyətin ən böyük bəlalarından deyərdim, birincisi nədir? Boşanmalar. Ailələr dağılır. Mənim özüm şəxsən nə qədər işidirəm? Bir gündən bir, iki gündən bir görürsən, qonşuda, dostda, qohumda biri boşandı. Və yaxud görürsən ki, boşanmaya hazırlaşırlar. Gündə bizim yanımıza nə qədər insanlar gəlir. Görürsən, ər arvadından şikayət edir, arvad ərindən şikayət edir. Nədir məsələ? Baxırsan, bir-birini yola vermirlər. Bir-birinin sözləri ona ağır gəlir. Hamısı mən deyir. Ər deyir, mənim haqqım. Arvad deyir, mənim haqqım. Övlad deyir, mənim istəyim. Hamı özünü düşünür. Heç kim bir-birini düşünmür. Heç kim düşünmür ki, o tərəflər arasında. Çoxumuz ailəliyik də. Bir düşünmür ki, mən öz həyat yoldaşım üçün nə edə bilərəm? Onun üçün nə fədakarlıq eləyə bilərəm? Və ya xanım öz yoldaşı üçün bunu düşünmür. Çünki mənim həyat yoldaşımdır da. Mən bunun üçün nə fədakarlıq eləyə bilərəm? Onun üçün nə edə bilərəm? Hədis birisi nə buyurur? Deyir, fədakarlıq olmayan yerdə sevgi heç vaxt uzun yaşamaz. Müəyyən bir müddəti var. Müəyyən vaxtdan sonra itib gedəcək. Məhv olacaq. Bu günləri insanların çoxu elə sevgisizlikdən, hörmətsizlikdən şikayət edir də. Deyirlər, dostluqlarımız əvvəlki kimi deyil. Əvvəlin dostları deyir, başqa cür olardı. Əvvəlin qohumluqları başqa cür olardı. Əvvəlin ailələri deyir, başqa cür idi. Belə deyildi. Niyə? Çünki insanlıq tarixində o münasibəti əyaqda saxlayan dəyər ki var, yox olub gedir. Və o dəyərin adı fədakarlıqdır. Əvvəl belə deyildi axı. Böyüklərimiz məndən yaxşı bilir, mən də sizdən eşitmişəm. Hamı bir-birinə fədakarlıq edirdi. Nəsə eləməyə çalışırdı. Bugün görürsən, sözün əvvəlin ona ondan başladım. Hamı bugün almaq istəyir, eləmək istəmir. Hamı bugün dəyər görmək istəyir, dəyər vermək istəmir. Allahın ən böyük nemətidir, Allahın ən böyük, ən sevdiyi əməl fədakarlıqdır. Bugün biz onu eləmək istəmirik. O böyük nemətdən uzaq düşürük. Bugün görürsən, bir valideyn gecələr yatmır. Övladı üçün əziyyət çəkir. Bunun adı fədakarlıqdır. Görürsən, bir ana öz övladının rahatlığı üçün öz rahatlığından keçir, fədakarlıqdır bu.
Atalar əyləşibdir burada. Səhərdən axşama kimi çalışır. Niyə? Ailənin ruzisini təmin eləsin. Fədakarlıq budur. Buna görə ailə qiymət, dəyər versin. Amma insan, bax, çoxu vaxt ona edilən yaxşılıqları görmək istəmir. Bizim fitrətimizdə, cəmiyyətin fitrətində bu gün bu var. Biri sənə 100 dənə yaxşılıq eləsin, bir dənə pislik eləyəndə o yaxşılıq yaddan çıxır, pisliyi qeyd edirik. O pislik haqqında danışırıq, o yaxşılıqların hamısı getdi. Bu kişi sənə dünən 100 dənə yaxşılıq eləmişdim. Nə oldu? Elə o pisliyi gördün, o eləyən yaxşılıqları eləyəndə görüşür ki, mən buna nə qədər fədakarlıq eləmişdim. Eləyə bilmədim də bu günləri. Qiymət vermir. İnsanlıqda orada şeytanın vəsvəsəsi də var axı. Görürsən, dəyər vermir, da eləmə. Eləmə də. Fədakarlıq etdi. O böyük dəyər, o böyük neymət görürsən itir. Həzrəti Peyğəmbərin hədisini oxuyun. Deyir, insanların ən xeyirlisi, insanlara ən faydalı olandır. İnsanlara xeyir verəndir. İnsanların ən üstünü bu şəxsdir. Fədakarlıq yalnız mal vermək deyil, var dövlət, pul xərcləmək deyil. Hədis buyurur ki, deyir, fədakarlıq bir sənədir, bəzən bir insana təbəssüm göstərmək. Oldu fədakarlıq. Sən Allah üçün fədakarlıq elədin. Görürsən, biri sənin qəlbini qırıb, deyir, Allaha xatir. Niyyətin bu olsun, ha? Nəyəsə xatir yox. Allaha xatir onu bağışla. Deyir, fədakarlıq. Allah onun savabını yazdı sənə. Lazım olan yerdə susmaq elə bir mühitdir ki, orada danışmağın xeyri yoxdur. Orada tələb nədir? Susmaq lazımdır. Həmən yerdə susmaq, hədis buyurur ki, fədakarlığın savabını Allah yazdı. Sonra, gecənin bir vaxtı, insanlıqda, məndə də çox orada yox, mənim valideynlərim rayonda yaşayır. Görürsən, bir valideyn düşür insan yadına, gün orta danışıb səni. Deyir, həmən vaxtda zəng elə bir valideynimin halını soruş. Fədakarlıqdır. Allah deyir, onun savabını yazır sənə. Yorğunsan, bu halda deyir ha. Deyir, yorğunsan, ged övladıma vaxt ayır. Onunla bir danış, dərdləş, balaca da oyna. Bunun özü deyir fədakarlıqdır. Allah deyir, həmən valideynə fədakarlığın savabını yazır. Ən yaralı yerim, bunu da çox tez-tez işlədirəm, bəlkə də bezdirmişəm. Saatlarla telefona vaxt ayırırıq, ailəyə vaxt ayırmırıq. Ailəyə fədakarlıq lazımdır, eləmirik. Tarixdə eşitdiyimiz o böyük insanlar var ha. Biz nə yazırlar onun haqqında? Deyir, onların böyüməyinin, tarixdə yaşamağının ən böyük səbəbi fədakar olmalarıdır. Deyir, onların hamısı fədakar insanlar idi. Fədakar oldular ki, deyir, Allah onları ucaltdı. Tarixdə hələ də yaşayırlar. Və Kərbala məktəbi. Fədakarlığın zirvəsidir. Ən böyük fədakarlıq Kərbalada oldu. Ən böyük fədakarlıq. Heç kim məcbur deyildi. Orada hamı gedə bilərdi. İmam Hüseyin əleyhissalam buyurmuşdu, hamınız gedə bilərsiniz. Onların vicdanı icazə vermədi ki, İmam Hüseyini tək qoysunlar. İmam yazılı Aşuranın gecəsində səhabələrinə buyurdu ki, hava qaranlıqdır. Bu deyirlər, lampaları söndürdü ha. Həmən söhbətdir bu. Işıqları söndürdü. Dedi, hər yer qaranlıqdır. Qaranlıqdan dedi, istifadə eləyin, özünüz üçün bunun mini qərar verin, gedin. Haqqım sizə halal olsun. Mən sizdən heç nə istəmirəm. Böylüyə baxın, şəxsiyyətin. Haqqım deyir sizə halaldır, gedin. Onlar nədir? Ya imam, bu nə sözdür bizə təşrif edirsən? Bu nə şeydir ki, istəyirsən səni tək qoyaq çıxaq gedək? Mümkündür belə bir şey, biz gedək? Fədakarlığın ən gözəl nümunəsi də dillə danışmaq asandır, söz demək asandır. Bunlar əməlləri ilə göstərdilər. Fədakarlıqlarını əməlləri ilə göstərdilər. Sonra öz canlarını imamın yolunda, Allahın yolunda fəda elədilər. 1400 ildir yaşayırlar. Yaşayacaqlar. Heç vaxt o işıq sönməyəcək. Əbədi yanan bir işıqdır. O nuru heç kim söndürə bilməz. Niyə? Çünki onlar fədakar idilər. Allah üçün fədakarlıq elədilər. İmam Hüseyin öz canını vermədi. İmam Hüseyin hər şeyini qurban verdi. İmam Hüseyin Allah yolunda hər bir şeyini fəda elədi. Orada elə bir gənclər var idi. Dünən biri haqqında danışdım, yenə danışacağım. Gəncliyin ən gözəl çağında
arzuları, xəyalları, istəkləri olan halda, necə ki bizim hələ bu gündə nə qədər istəklərimiz var. Onlar gənc çağlarındaydı. Nə qədər istəkləri vardı, Allah yolunda fəda elədilər. Öz arzularını Allah yolunda fəda elədilər. Niyə? Məqsəd odur, İslam dini yaşasın. İslam dini gəlib bu günə çatsın. Onlar fədakarlıq elədilər, hər şeylərindən keçdilər. İndi bunlar ki, bu işi gördülər, görün nə deyir? Deyir, bir insan Allah üçün ən sevdiyi şeylərini qurban verməyi bacarırsa, o şəxsin imanı pik nöqtədədir. Ən yüksək nöqtə nədir? Həmən şəxsin artıq imanı oradadır. İman o dərəcəyə çatıb ki, hər şeyin Allah yolunda qurban verə bilir. İndi bu günləri, bugünkü vaxtı danışıram, mən sizə. Bizdən Kərbala qəhrəmanları kimi canımızı vermək istəmirlər. Yoxdur. Bizdən nə istəyir? Allahın dini bizdən nə istəyir? Bir ailəvə vaxt ayır. Övladıva vaxt ayır. Onunla maraqlan. Allah nə istəyir? Deyir, get valideyninlə maraqlan. Get valideyni və fədakarlıq elə. Ona xidmət elə, ona qulluq elə. Qardaşı, bacını, bugün nə qədər insanlar var? İnşallah ki, bizim içimizdə yoxdur, bəlkə də var, ha? Qardaşı ilə, bacısı ilə küslü olanlar var. Get, onlarla barış, onları bağışla, səhvlərinin üstündən keç. Necə ki, Allah sənin səhvlərinin üstündən keçir. Sənin günahlarını bağışlayır, sən də get bağışla. Onlara qarşı fədakarlıq elə. Nə qədər ehtiyaclı ailələr var, onlara əl tut, onlara fədakarlıq elə. Nə qədər yetim körpələr var. Ata-ana qayğısına ehtiyacı var, yoxlarıdır da. Onlara fədakarlıq elə, onlara qayğı göstər. Bu günləri Allahın bizdən istədiyi budur. O dövrdə, Kərbalada, canlarını vermək tələb olundu, verdilər. Bu gün də bizdən bu tələb olunur da. Çətin bir şey istənilmir ki, bunları eləyək. Həzrəti Peyğəmbər görün nə buyurur? Deyir, sədəqələrin ən üstünü insanın ehtiyac içində olduğu halda verdiyi sədəqədir. Həqiqi fədakarlıq deyir, artıq qalanı vermək deyil. Həqiqi fədakarlıq biz nədir? Özünün ehtiyacı var. Həşr surəsi nə dedi? Özün ehtiyac içindəsən. Özün sevdiyin bir şey də onu verirsən. Yoxsa mən bu günləri paltarım köhnəlib, o nə var ki verməyə? Özüm sevmirəm, verirəm də. Məndən qutardı. Sevmək nədir? Təzə paltarımı istəyirəm, apar onu ver. Ehtiyac sahibi görürsən, onu ver. Mənim ən yaralı yerim, bunu bir dəfə uzun bir mövzu kimi danışdım, israf haqqında danışanda. Bir gün əksəriyyət eləyir, əksəriyyət. Çörək quruyur, aparır, qoyur, təsəlli tapır ki, bunu ehtiyac sahibi yiyəcək. Ki, özün yemirsən, aparıb ona ehtiyac sahibinə verirsən, özün yumuşaq çörək yiyirsən, apar onu ver də. Öz istədiyin nədir, onu elə də. Sən artıq qalan israf olunmuşu verdin. Ondan da elə bir təsəlli tapırsan, mən ehtiyaclara yardım eləmişəm. Yardım eləməyibsən, vallahi eləməyibsən. Sən özvə lazım olmayanı, istifadə eləməyəni, prosta bərəkətdir deyə qorxdun, atmağa. Apardın, qoydun, dedin, yardım elədim. Bu yardım deyildi. Həzrəti Peyğəmbər hədisi də deyir, Quran ayəsi də deyir ki, sevdiyin şeyi ver. Səadətə çatmağın yolu Quran ayəsində deyir, sevdiyiniz şeylərdən vermədikcə siz səadətə çata bilmərsiniz. Əsl imana çata bilmərsiniz. Gələk sədəqən də sevdiyin bir şeydən olsun. Gözəl hədisdir. Deyir, bir günləri hamı bu dünyadan köçəcək. Deyir, insan özü ilə nə evini aparacaq, nə pulunu aparacaq, nə vəzifəsini aparacaq, nə şan şöhrətini aparacaq. Deyir, insan özü ilə nə aparacaq? Allah üçün elədiyi fədakarlığı. Bu dünyadan o dünyaya deyir, bir dənə aparacağın sənin bu olacaq. Allah üçün nə fədakarlıq eləyibsən? Bir dənə özümüzə sual verək, inşallah xütbəni bitirək. Bir dənə düşünək bu an. Elə indi bu boydakı bir söhbət elədi 5 dəqiqə, 10 dəqiqə, bunun bir nəticəsi kimi. Özümüzə sual verək ki, sonuncu dəfə hərə bir özünə sual versin. Mən kimin üçün fədakarlıq etmişəm? Axırıncı dəfə nə vaxt bir işi görmüşəm? Və yaxud axırıncı dəfə mən kimin üçün yorulmuşam? Bir insana bir yardım eləmişəm, bir nəsə iş görmüşəm onun yolunda, yoruldum orada. Nə vaxt olub bu? Və yaxud deyir, sonuncu dəfə bir düşün gör, kimin yükünü yüngülləşdiribsən? Kimin yükünü çiyni ilə götürmüsən? Sonuncu dəfə deyir, hansı bir insan əhatəmizdə o qədər insanlar var, kim sənin əlindən sevinib, xoşbəxt olub? Kim üçün bu işi görmüsən?
Kim üçün son dəfə deyir öz rahatlığından keçmisən? Öz rahatlığı üstün bilmirsən, yox ha? Öz rahatlığı qoymusan bir qırağa, öz rahatlığından keçmirsən. Kimin üçün bu işi görmürsən? Deyir, insan yalnız özü üçün yaşayırsa, onun ömrü bitəndə əlində heç nə qalmaz. Fikir verdiniz? Özün üçün yaşayırsansa, ömür bitdi, əlində heç nə olmayacaq. Amma Allahın yaratdığı bəndələr ki var, o xalis, ixlaslı bəndələr, salih bəndələr üçün nəsə etsən, öldükdən sonra da həm insanların qəlbində yaşayacaqsan, deyir, həm də ahirətdə səadət içində yaşayacaqsan. Allahın verə izzətinə, cəlalına, böyülüyünə, qüdrətinə xatir bizi öz rahatlığını deyil, başqalarının rahatlığını düşünən bəndələrdən qərar versin. Allahın verə izzətinə, cəlalına, böyülüyünə, qüdrətinə xatir bizi İmam Hüseyin əleyhissalam və Kərbəla şəhidlərinin fədakarlıq məktəbinin davamçılarından eləsin. Allahdan istəyirik ki, Allahım, qəlblərimizə mərhəmət, əllərimizə səxavət, həyatımıza isə fədakarlıq ruhu bəxş et.